Çaça qışqıracaq. Dostlar necəsiz? İsmail Müsəvi yerinə mən sevirəm çünki piyandır. Biz onu içib dostlar. Bu arada biz onun içində də alkoqol var imiş. İçib də piyanlasıb. İçən kimi piyanlasdı. İnsanlarımız üçün biz onun üçün alkoqol qoyarıq. Xiyanın əlində qalmışıq. Düzcəmi video çəkəcəkdi bu günə də. Sən deyirəm dostlar. Çox xiyal uşaqdır. Xiyal kimi qışqırır bütün gün. Cəmaat narahat olur. Saat 6 deyil. Qışqırır bütün günü. Ben sibirə düşməyəcək bir şey. Gəl çək bir tərəfə, oradan oturmuşsan, gəl çək bir tərəfə. Çatca, gəlməyəcəm ona. Qışqırma. Gəlin bura. Nədir? Qalmıyad, O videonun sonunda kimsə baxsınız. Gedin burada. Dostlar, əslində siz tanıyır İsmail, amma içibdir deyə, piyandır deyə şeydir də, siz hatırlamır. Fikir vermeyin, yaxşı getmeyin videodan. Narahat olmayın, bu videonu yükləyəcəm YouTube'a. Amma istəyən də ona fikir vermeyin. O içi də neyiniyim? Onu bir ondan uzaqlaşdırmağın bir yolunu tapmaq lazımdır. Bax, bir son almışdı. Burada da 20 qəpik pulu qalıb. 10-20 qəpik idi. Qarşımı burada götürər. Bilmirəm, neyiniyim, dostlar. Quraq deyirəm. Təmiz beynimcə deməyəm. Amma bilmirəm, biz neyiniyəm bunlar. Biz nə qalaq bu uşaqlar. Bütün gün içiriyə bu verib biz onu. Bir dənə biz ondan adam belə piyan olur, hələ. Anəsi belə düşmüş. Ya biz onu satanım mən tək. Ne diyeyim mi? Hatta Babacan kimsiz ne bak şurada. Ya bak saçın nösünse bak ne birincisi Mayo Erkan Cabun çek bak ne bu videonu yoksa kıracağım kameranı. Dedim burada. Mən bilmirəm neyniyim amma bundan tam səsəfləşmişəm dostlar sən öl. Bu İsmail'lə bilmirəm neyniyək biz. Bu etir öyrəcəkdim. 16 yaşında alkoqollu bizon içirik. Nə tərbiyəsə o yaşda adam bizon içər. Hələ bir də o gündən videosuna baxdım orada deyir ki Allah'a görə dua edir ki mən bir də pis şey eləməyəcəm, oğulluq eləməyəcəm, belə pis işlərlə məşğul olmayacağam. Ne orada olmayacaqdım pis işlərlə məşğul. Ne olub içmişsən alkoqollu bizon. Atca, mən yaxşı içirəm. Onlar kimdə orada maydanoz orada. Çox xoş gəlirlər orada. İndi birdən ona sual verəcəm. Diyorum sizi bəlkə xatırladı. Tanımırsan bu izləyicilərini. Sən bəyəndirən 2023'də sən video ata bilmirdin. Sonradan sən gəldin 2025'də bunların sayəsində videolar atdın. Xatırlamırsan bunu? Elə şey olmuyor. 2023'də mən kimi videolar çəkmişəm. Amma işte var orada. Geçip baksın. Tavsiye dostlar 2023 özel video var orada. Buradaki bütün videolar anlamıştı 2025'te. Boş tavsiye fikir vermeyin sana. Her şey yoktu bu. Dostlar başı cerife bu fikir vermeyin buna. İçip daha piyandı neyini yendi. Kovacan ay çok da cana burada. Bu ne trik içməkdir ki bu belə qışqırır. Ay saat 6'da cəmaət bacı evində yatıb xəstəsi var. Bunun qışqırmana baxın dostlar. Bir daha bunun qışqırmana baxın. Siz kimi bəyənirsiniz. Ben adamı bəyənmir olar. Evet işte ayıq vaxtı evet düşdü qəzəl oxlandı, gül kimi oxlandı. Siz sevindirir, güldürür amma belə olanda bunu bəyənməyiniz yaxşıdır. O indi bəlkə bilmirəm düzələr. Necə düzəlir? O cərət düzəlməyinə görə yatsın. Yatanda ancaq piyanlıq keçir. Yatmasa biz neyəcək? Necə düzələcək? Anımın axı verək, niyə? Sən niyə orada otursan? Nə dəqiqə vaxtda çək burada otursan abi. Burada otursan söz deyəcəm. Haqqı, nə istəyirsən məndən, Erxan? Otur orada söz deyəcəm. Otur orada. Nədir? Sən onları tanımırsan? Nə tanıyacağım mən bunlar? Kimdir ki mən bunları tanıyım? Mən birinci dəfə də belə video görürəm burada. Hiç video çəkməmişəm mən. 25 avqustda çəkməmişdim. Çəkməmişdim mən. O mən deyiləm o çəkəm. Mən başqasıydı. Sən idin yəni. Mən nə çəkəm? Xiyar, mən video çəkəm yoxsuram. Mən video çəkmirəm. Mən 30 yaşım var. 30 yaşım var, mənim 16 yaşım var. 14 yaş məndən böyüsənmi? 14 yaş səndən böyüyəm. Hep 30 mən sən kimi içmirəm.
Bizon içtim de neyini bizon arka kol var. Ne bileyim bizon arka kol var. Hemen böyle oldum. Hemen ne bileyim. Can. Ay billah yine kışkırı. Deyim ne bileyim ay. Bir üstüne oku ondan sonra işte. Ne bileyim demek ne işte güzel bile. Bir bak da bence ama elə bilir ki biz onda arka kol yoktu. Görsünüz. Cemaat içine arka kol koyucu. İçip piyanlasına gördünüz. Arka koya belə şeydi. Orada içip elə bilir ki biz onda arka kol yoktu. Bu vəziyyətə düşüb gətirmişik evə. Neyini? Heç evə gətirə bilmirdi dostlar. Çöldən evə gətirəndə otururdu belə. Və çöldə belə otururdu, belə elirdi. Dələ ciş belə çalırdı. Başı qaçıbdı. Belə mahnı qoşurdu, belə oynayırdı ciş. Qədərim, hay qədərim adında belə özü də belə oynayırdı. Belə ciş mahnılar oxuyurdu. Sən sevda, mən eşşəyəm. Belə ciş mahnılarla başını yorurdu xiyar. 20 qəpikdə pulu var burada. 20 qəpiyi də burada da. 20 qəpikdə çıxdı. Nədir çəksinə lazımdır. Yox, götürədə 10 qəpikdir. Bizon işdi. Hələ simit qalmışdı, simit qaçıqdadır. Hələ orada bir dənə simit qalıb qutqasında. Ətlənmiş simicqa. O nəçə bəcə o özü yeməşdə bəcə mən yedim o yerində. Bilmirəm nə niyyət dostlar. Bu içi bir mən bağır verin. Mən bununla neyniyim? Bir də onun səsinə baxın. Eşit bayaq gördü nə tər qışqırırdı. Bu dəfə bu doğrudan piyandı. Bu piyan salafat eləmir bu dəfə. Ciddidir ama bu ciddidən piyandı bu. Sən ödərəm. Allah bizon elədi onu. Bizonda alkohol var. Bizonu götdü belə elədi bax. Bir tər belə çəkdi başına sonra bir də baxdıqca başlayır belə açmağa. Divara sada yapışır qalır orada. Ciddi şərcətdə eləyir, qışqırır, cəmaatı narahat edir. Bilməm nə edeyim mən bunu. Bələcə, qışqırma da. Partayın yanında bu. Nədir bu? Qavı yanında bu. Esprisiz nədir bu? Nədir bu? Reaksiyon nədir bu? Reaksiyon nədir? İdi o nədir? Kimində kaşıq səndir? Pul var burada. O burada pul xəstəm. Sən yenə pul istəyirsən. Yoxdur. Pul at da bunun içinə. Can Bilə, dəqiqə başı bura gəlir, olacaq. Bura gəlir, olacaq. Bir də nəsiblə düşmüşük. Hay bilə. Necə mən dostlarım. Onun yerine videonu mən çəkəcəm. O piyan video çəkəcəm. Görmüşsünüz sizdə. Xatırlamır. Elə video çəkə bilər. Onu biz düzəldəcəyik dostlarla rahat olmayın. Yataq düzəldəcəyik. Gələ yatanda düzələr ancaq. Başqa neyini olur? Dərman sat vərəsi deyil ki. Bir şey tapacaq da onda. Bilmirəm neyini dostlar. Qalmışam dərindən də qalmışıq. Bilmirəm neyini. Bilmirəm neyini. Mən buna neyini. Neyse. Sunkanı koy yerine. Orada pursat yoktu. Eserəm olanı. Çək bir tərəfə. Allah! Çat. Nə danışsan? Görürsünüz. Nə deyir ki, onu da başa düşmürük. Nə tər içibdirsə, dediyi sözləri anlamaq çətin olur. Başa düşdün. İçəndə nə olur? Da adam səsi qəfildən başa düşə bilmir adam. Nə deyir? Gərək o düzəlsin də. Niyə indi? Ona gərəksən su verəsən. Adi su gətir, onu içsin. Birəşdən düzələr. Arka qollu şeyin üstündən eşitmişəm ki, adi su içəndə piyanlıq keçir. Elə şey var, sən də tistirsən. Anamın elə şey yoxdur, yox. O günlərimdə də yoxlamışdım da bir nəfər dostum vardı, o piyan olmuşdu, onu da yoxladım, heç yenə də qışqırırdı o. Bu düzələnə oxşuyur, bunun gələ ancaq yatsın. Yatmaq da istəmir, dostlar ancaq qışqırmaq istəyir. Deyirəm ki, o sən yat deyir ki, yatıb özümü yoracam. Özünü yorarsan deyəndə ki, sən də içib özünü yoracam da. Başı qara var buraya. Mənim haqqında nə deyirsən orada? Sənin haqqında danışmıram. Söndür o kameranı, videonu gəl, bir dəqiqə telefonu götünə soxacam sən. Telefon sənindir, soxsan sənin telefondur. Mənim telefonum sənin axışına girəcək axırda. Necə istəyirsən sən? Moyun çan, kana çan, çuri. Görürsünüz, bax, görürsünüz, belə ciddi mahnılar oxuyur. Axışına gəlir.
Ona görə deyirəm dostlar. Yəni bilmirəm neyniyim, psixlik var, belə aqressivlik var, bunda belə cis hərəkətlər var. Mən burada videonu bağlayayım dostlar, ən yaxşısı. Yoxsa gözlə piyanda. Bağlayayım videonu, gedim. Nə vaxt düşərsə sizə xəbərdar eləyəcəm. Mən də onun dostuyam, adım Elxandır. Elxan Əliyev. Hətta o İsmail Mirzəyevlə Qara Faruk Hayalet kinosunda oynamışdım. O mənəm, Elxan. Yəni Elxan, yəni o Qara Faruk'da Məxlub müəllimi canlandıran oğlanam mən. Elxanam. O da İsmail'dir, bu da ekibdir dostlar. İndi mən videonu bağlayıram. Bilmirəm mən neyiniyim. İkibdir, bu belə olubdur, bu cürə düşübdür. Burada videonu bağlayaq. Sağ olun, salamat qalın dostlar. Özünüzə yaxşı baxın. Sağ olun. Çox içmə də, aç başla. O qaçan, çən, cara. Cəmaət eşitdi, ayıb bilər, sağ olun.